Hoş gördük. Doğma yurt, hoş gördük vətən, hoş gördük Laçın, hoş gördük Laçınlılar, hoş gördük. Hoş gelmişik biz, ben belə deyirəm. Ona göre ki çok karışık fikirler ve düşünceler əhatəsindəyəm. Çok karışık. Ona göre ki benim için bugün danışmak asan değil. Siz beni azdan çoktan tanıyırsınız. Respublikanın əməkdar jurnalisti, müharibə veteranı. 1. Qarabağ Savaşı'nda bütün döyüş zonalarını karış gəzilmiş bir adam kimi bu zəfəri görmək mənim en büyük arzum idi və özümün hakkım bilirdim bunu. Biraz geriye geleceğim. 1. Qarabağ Savaşı'nda ben bir rayonlara gedirdim döyüşçülerle görüşmeye. Zəngilanda olmuştum, Qubadlıda Laçına gələcəkdim. Ama gelip çata bilmədim, Laçın işğal olundu. Mayın 18'i. Çok pis oldum. Yine de Qubadlıya geldim. Rəhmətlik milli qəhrəman Əliyar Əliyev bizi qarşıladı. Gətirdi. Laçının 5 kəndi qalmışdı bizim tərəfdə. Qubadlıya yaxın kəndlər idi. Yuxarı Fərəcan, aşağı Fərəcan, Səfyan, Türklər, Güləbir kəndləri. O da dedi ki biz Laçınlı oğullarla el-ele verip bu torpaqları azad edəcəyik. Nəsə o da sözünə vəfa dura bilmədi. Özündən asıl olmayan səbəblər üzerinden şəhid oldu. Nur içində yatsın bütün şəhidlərimiz. O 5 kənddə mən oldum ama Laçın haqqında bütün təəssüratım o 5 kəndin içindeydi. Ona göre ki kəndlər boşalmışdı. Məktəblərə getmişdik. Yol boyu kənddən axın edən toyuq cücənin, malqaranın cəsədləri ilə qarşılaşırdıq. Bir nəfər insan yox idi. Hətta məktəbdə pəncərələrdə çiçəklər vardı. Qurumuşdu dipçəklərdə. Mən qaçıb bir dənə taxta çubuq tapdım. O çubuqla dipçəkləri bellədim. Su verdim onlara ki 1-2 gün olsa da onların ömrü uzansın. Sonra o güllerden ikisini götürüp Bakıya geldim ki ben Laçını hiç olmaya bu güllerde yaşadabiləm. 1 il yarım yaşadabildim. Kalmadı o güllerde. Bakını da sevmediler, beni de sevmediler. Demiyorlar ki öldüler. İl yarım ben onunla yaşadım. Ama Laçın həmişə mənim, Laçın kimi bütün rayonlarda arzularımın şəhəri olub ki zəfər çalaq mən bu torpaqlara gələm. İndi zəfərdən 4 il yarım keçməsinə baxmayaraq mən ilk dəfə bu torpağa ayaq basıram. Bugünə nəsib imiş, şükür edirəm Allah'ıma. Siz de bilirsiniz biz büyük program yok, böyle planlaştırıp geldik buraya. Muğam müsabiqəsi də var idi. Arxasınca Laçın günləri var idi. Bizim çoxlu kitablarımız vardı. Laçının kitabxanasına onu hədiyyə eləyək. Bütün bunları biz Xan kəndini görək, Şuşanı görək və gəldik ve gördük. İstədiklərimizi həyata keçirdik. Yani bugün bilirəm ki hisslərimi, duygularımı dilə gətirməkdə acizəm. Bunu heç vaxt duyduğum kimi çatdıra bilməyəcəyəm. Heç vaxt yaza bilməyəcəyəm. Ən çox da mənim arzuladığım və yaza bilmədiyim zəfər yazısı olub. Ama yine de onun bir %1 qismində deyə bilərəm ki çok hoş bir gündü. Sağ olsun Ali Başkomandanımız, sağ olsun Müzəffər Ordumuz, sağ olsun şəhidlərimiz, ruhu şad olsun, qazilərimiz tez sağalsınlar. Veteranlarımıza, müharibə iştirakçılarına qəni-qəni Allah'tan sağlamlıq arzulayıram. Bugün de Laçın günlərində iştirak eləmək mənə nəsib oldu. Fikir verin, Laçının işğalı günündən ağlaya-ağlaya yazı yazan bir jurnalist bugün Laçın günündə o günün şahidi olacaq. Nə xoş bizə. Günün mübarək Laçın deyirəm. Bundan da güzel olasan, bundan da abad olasan, bundan da qəşəng olasan, düşmənlərimizin ürəyi partlasın, dostlarımız sevinsin. Bu qədər. Amin. Amin.